Salam, dəyərli dostlar, hər birinizi xoş gördük. Bugün sizə olduqca aktual mövzulardan biri olan sinifdə öyrətmə və öyrənmənin keyfiyyəti, dərsin planlaması, dərs prosesinin təşkili haqqında məlumat verəcəyəm. İlk öncə istərdim ki, sizə belə bir sualla müraciət edeyim ki, dünyanın təhsil mütəxəssisləri uzun müddətli elmi tədqiqatlar nəticəsində müəyyən ediblər ki, uğurlu müəllimin uğurlarının sirri 20% sehirbaz olmasındadır, 20% savadlı olmasındadır, 60% isə bəs nə ola bilər? İstərdim ki, bu haqda düşünək. İlk öncə deyim ki, 20% sehirbaz olmaq o deməkdir ki, müəllim keçdiyi dərslə şagirdlərini təəccübləndirməlidir yaxşı mənada. Şagirdin dünyada, həyatda gördüyü hər hansı bir prosesə deyək ki, diqqət eləmirdi, müəllim onun o prosesə, o istiqamətə diqqətini elə cəlb etməlidir ki, şagird təəccüblənməlidir və şagird təəccüblü şəkildə informasiyanı qəbul etməlidir. Təəccüblənib qəbul olunan informasiya daha yadda qalan olur. Müəllim də real şəraitə uyğun şagirdlərini təəccübləndirməlidir. 20% savadlı olmasındadır, bu da artıq məlum məsələdir. Yəni, şagirdlərindən, öyrətdiyi müdavimlərdən ən azı 20% daha savadlı olmalıdır. Bəs görəsən 60% nədir? Düşünürəm, sizin üçün də maraqlı olacaq bu 60%. Mütəxəssislər deyir ki, 60% şagirdlərinin sevgi ilə yanaşmasındadır. Deməli, uğurlu müəllim 20% təəccübləndirən sehirbaz olmalıdır, 20% savadlı olmalıdır, qalan uğurlarının 60% isə onun şagirdə sevgi ilə yanaşmasındadır. Əziz dostlar, əgər siz bizim bugünkü təlimi izləyirsinizsə, məhz siz də həmin şagirdlərinizə sevgi ilə yanaşan müəllimlərdənsiniz və ona görə bu təlimi, bu informasiyaları izləyirsiniz ki, şagirdlərinizə daha yaxşı xidmət göstərə biləsiniz. İndi isə başladıq təlimimizin əsas hissəsinə. Ümumiyyətlə, dərsin planlaşdırılmasında səmərəli ardıcıllıq var. Biz bunu məntiqlə, real şəraitə uyğun olaraq müəyyənləşdirmişik. Biz bunu 7 addımda təqdim edirik. Onun 5 addımı dərsə qədərki mərhələdir. 1 addım dərsin daxilindəki mərhələdir. Sonuncu addım isə dərsdən sonraki mərhələdir. İlk 5 addım hansılardır? Biz bunları ayrı-ayrı baxacağıq onsuz. Amma yenə adlarını xatırladım ki, oxuyaq ki, bilək ki, biz bugün nədən danışacağıq. Biz danışacağıq ki, birinci addımdan illik planlaşdırmada keçəcəyimiz, tədris edəcəyimiz mövzunu müəyyən edirik. Yəni, proqrama baxırıq ki, sabah hansı dərsimiz olacaq. 2. Alt standartla tanış oluruq metodiki vəsaitdən. Hədəf seçilən təlim nəticələrini müəyyən edirik, inklüzivliyə əməl etmək şərti ilə. Üçüncü addım. Həmin təlim nəticələrinə, yəni məqsədlərə uyğun meyarları müəyyən edirik və həmin meyarların da hər birini 4 səviyyədə keyfiyyətcə ifadə edirik. Dördüncü addım. Bu qiymətləndirmə meyarını ölçmək üçün vasitəni ilk öncə planlayırıq. Sonra isə həmin vasitə hansı üsulun, qiymətləndirmə üsulun vasitəsidirsə, həmin üsulun seçimini həyata keçiririk və formatı qiymətləndirmə üçün bunu nəzərdə tuturuq. 5-ci addım, dərsliyə baxırıq, mövzunu resurs kimi təhlil edirik ki, axı şagird o resursları istifadə edəcək və məqsədlərə çatmaq üçün həmin resurslar bizə bəs edəcəkmi? Və burada məşhur Lev Vygotsky'nin scaffolding prosesini də unutmuruq. 6-cı addımda gələcəyik dərsin içinə, dərsdə prosesin qurulmasından danışacağıq. 7-ci addımda isə dərsdən sonra biz nə edə bilərik? O barədə danışacağıq ki, daha növbəti dərsləri yaxşı şəkildə təşkil edə bilək. Başladıq bu mərhələlərin bircə-bircə izahına. Gəldik illik planlaşdırmada keçəcəyimiz mövzunun müəyyən edilməsinə. Bilirik ki, biz dərs ilinin əvvəlində, xüsusilə yay tətilindən qaydanda bizim müəyyən qədər vaxtımız olur ki, dərsin başlamasına qədər ki, öz illik planlaşdırmamızı həyata keçirək. Planlaşma təxminən bu istiqamətdən ibarətdir. Biz hansı fəni tədris ediriksə,
məktəbdən dəqiqləşdiririk ki, tədris planında dəyişiklik varmı? Yoxsa həftədə məsələn hələ 2 dəfə dərs keçəcəyik və yaxud 3 dəfə dərs keçəcəyik. Onu dəqiqləşdirəndən sonra hansı sinifləri bizə təhkim ediblərsə bu il onu dəqiqləşdiririk. Sonra həmin siniflərdə bizim üçün bu il dərs hansı günlərə təyin olunub? Bu dərs saatı yerini demirəm, hansı günlərə təyin olunub onu soruşuruq. Ondan sonra təqvimi qarşımıza qoyuruq. Sentyabrın 15-dən iyun ayının 14-nə qədərki dövrdə həmin tarixlərə düşən günləri təyin edirik. Məsələn, deyək ki, 75 günümüz oldu. Biz sonra istehsal təqviminə baxırıq. Bayrama düşən, tətilə düşən günləri çıxırıq. Kiçik summativ qiymətləndirmələrə ayrılan günləri çıxırıq. Böyük summativ qiymətləndirmələrə ayrılan günləri çıxırıq. Yerdə qalır. Deyək ki, məsəl üçün 75 gündən qaldı 60 gün. Məsəl üçün elə belə deyirəm. Yəni siz bunu araşdıranda görəcəksiniz. Və biz də mövzuya baxırıq, görürük ki, kitabda mündərizatda 50 ədəd paraqraf bizə verilir. Demək, bizim hələ burada 10 paraqrafımız artıqdır. 10 günümüz artıqdır. Biz nə edə bilərik? Hansı paraqraf çətindirsə sinifə görə onu 2 saat və ya 3 saat təyin edə bilərik. Bəzən olur ki, müəllimlər diaqnostiklər təyin edirlər sinifə görə ki, mənim günüm var, diaqnostik təyin edin ki, həmin prosesdə şagirdin maraq meylini, ilkin səviyyəsini daha yaxşı müəyyənləşdirir. Və bu şəkildə bunlar müəyyənləşəndən sonra biz başlayırıq tədris proqramını qurmağa. Perspektiv planlaşdırma biz buna deyirik. Perspektiv planlaşdırma hansı bölmələrdən ibarət ola bilir? Tədris vahidi, standartlar, söhbət alt standartlardan gedir, mövzular, resurslar, inteqrasiya, yəni hansı fənlərlə inteqrasiya eləyəcəyik. Hətta qiymətləndirmə sütununda qiymətləndirmə üsul vasitələri hətta qeyd olunur. İlin əvvəlindədir. Sonra tarix və saat qeyd olunur. Bu artıq olur bizim planlaşdırma. Mən burada xüsusilə qeyd edim ki, biz artıq son illər görürük ki, planlaşmanı hazır şəkildə müəllimlər bir-birinə ötürür və yaxud bir-birindən alır. Sizi inandırım ki, həmin planlaşma sizin sinifə heç bir fayda verə bilməz. Çünki planlaşma sizin sinifinizə aid olmalıdır. Sizin strategiyalarınıza, məlumatlılığınıza, metodik bacarıqlarınıza uyğun olmalıdır. Yoxsa mənim öz sinifim üçün yaratdığım proqram sizin mənim sinifimə aid olmayan başqa bir sinifdə necə effektiv ola bilər ki? Effektiv ola bilməz. Ona görə də tövsiyə olunur ki, yay tətilindən qayıdandan sonra ki, məktəbə gediş-gəliş başlayır, hər gün imza çəkirsiniz gedişlə bağlı, həmin günləri dəyərləndirin və orada bu proqramı tərtib eləyin. Çünki zaten o dərsi planlaşdırmaq üçün, ilə hazırlaşmaq üçün, yeni tədris ilinə tam hazır vəziyyətdə qoşulmaq üçün nəzərdə tutulub həmin müddət ki, müəllim işləri planlaşdıra bilsin. Deməli, biz indi bu mərhələdə nə edirik? Öz yaratdığımız proqrama baxırıq ki, məsələn, sabah mən hansı dərsi keçəcəyəm və yaxud növbəti mənim dərsim hansı mövzuda olmalıdır. Biz bunu harada müəyyənləşdiririk? Fən proqramına, tədris proqramına baxırıq, müəyyənləşdiririk. Gəldik ikinci addıma. İkinci addım nədir? Biz bundan əvvəl gördük ki, hansı mövzunu keçəcəyik. İndi isə o mövzunu gedib metodik vəsaitdə axtarırıq ki, onun alt standartlarına baxaq. Alt standartı ilə tanış oluruq və bizə aid olur ki, biz bugün yəni növbəti dərsimizdə hansı bacarığı reallaşdıracağıq. Və alt standart qeyd edin ki, hələ ki ümumi olur. Biz alt standarta çatmaq üçün məqsədlər müəyyənləşdirməliyik. Həmin məqsədlər sinfin səviyyəsindən asılı olur və bir də məqsədin öz xüsusiyyətləri olur. İlk öncə bunu yadda saxlayaq ki, məqsəd bərabərdir təlimin nəticəsi. Məqsədlərin cəmi alt standartı il boyunca yaratmalıdır. Alt standart ümumidir, məqsəd isə konkretdir. İndi buna dair bizim nümunələrimiz də olacaq. Məsələn, belə deyim də, belə bir alt standart məsələn var. 20 ədəd dairəsində düzünə və tərsinə saymağı bacarır. Biz əgər sinifdə bunu keçiriksə, bu ilin əvvəlində bizə rast gəlibsə, o deməkdir ki, biz bir dərsdə 20-yə qədər saymağı öyrətməliyik. Biz o sinifin səviyyəsinə uyğun olaraq, ola bilsin ki, həmin gün, məsələn, 1-dən 5-ə qədər saymağı öyrədək. Deyək ki, növbəti dəfə bizim qabağımıza çıxanda o bacarıqlara əsas onu elə bölürük ki,
bu 20-yə qədər olan prosesi il boyunca yerinə yetirək. Yəni 20 ədədi dairəsində düzünə və tərsinə saymağı bacarır ifadəsi alt standartı 1 il ərzində reallaşmalıdır. Növbəti ildə o dəyişib 100 ədədi dairəsi olacaq. Amma 1 il ərzində alt standart dəyişmir, il ərzində sabit qalır. Sinifdən sinifə keçəndə daim dəyişir. Bəs nəyə görə? Madəm ki, metodik vəsaitdə təlim nəticələri hazır verilir, məqsədlər hazır verilir, amma yenə də müəllimlərə deyilir ki, siz təlim nəticəsini düzgün çıxartmağı öyrənməlisiniz. Bu nəyə görə belədir? Orada hazır verilib. Bu ona görə belədir ki, o məqsədlər verilib, tövsiyə olunub. Bəlkə o məqsədlər bizim sinif üçün çox ağırdır. Bəlkə o məqsədlər bizim sinif üçün çox yüngüldür. Biz ona görə də məqsədləri sinifə uyğunlaşdıra bilərik. Bu zaman nəyə diqqət eləməliyik? Smart texnologiyasına diqqət eləməliyik. Smart texnologiyasında S, M, A, R, T hərfləri sözlərin baş hərfləridir. Bizə bu sözlərin mənası lazım deyil, amma bizim dildə olan mahiyyəti lazımdır. Bizim təyin elədiyimiz məqsəd, yəni təlim nəticəsi ilk öncə spesifik olmalıdır, aydın və konkret, ümumi ola bilməz. Məsələn, mən belə bir məqsəd qoya bilmərəm. Natural ədədlər üzərində əməliyyatları yerinə yetirir. Bu aydın deyil. Hansı əməliyyatları yerinə yetirir? Hansı çərçivədə yerinə yetirir? Mən onu dəqiq göstərməliyəm. İkinci, bizim təyin etdiyimiz məqsəd statik feillərlə ölçülə bilməz. Yəni bizdə ölçülə bilən olmalıdır meyarlar, nəticələr. Ölçülə bilən olması üçün də statik feillər ola bilməz. Məsələn, elə bir məqsəd ola bilməz ki, sonunda yazılsın ki, bilir, düşünür, əzbərləyir. Çünki bunlar statik feillərdir və onlar ölçülə bilən deyillər. Şərh edir, izah edir, təqdim edir, yazır, müəyyən edir və bu şəkildə olan feillər ölçülə biləndir. Növbəti xüsusiyyət odur ki, əlçatan olmalıdır. Yəni, nə asan, nə də çətin. Zəif uşaqlar üçün, yəni dərk etməsi aşağı olan şagirdlər üçün çətin ola bilməz. Dərk etməsi yüksək olan şagirdlər üçün də asan ola bilməz. Mən bunu həmişə deyirəm ki, boydan biraz yuxarı, hər şagirdin səviyyəsindən biraz yuxarı. Bəs bunu necə təmin etmək olar? Təbii ki, biz bir dərsdə görürük ki, çoxlu məqsədlər qoyula bilər və biz çox vaxt 3 məqsəd, 2-3 məqsəd seçirik və biz bunu elə seçməliyik ki, bu 3 məqsədin 3-ü də ağır olmasın. Bunlar arasında yüngül məqsədlər də olsun, ağır məqsədlər də olsun, qarışıq şəkildə olsun ki, hər bir şagird özünə görə o məqsədə çata bilsin. Ola bilsin ki, bir şagird bütün məqsədlərə çatır, ola bilsin bir şagird bütün məqsədlərə zəif formada çatır. Amma bizə lazımdır ki, hərəsi bir istiqamətdə irəliyə gedə bilsin. Dördüncü, real şəraitə uyğun və bu da bizim ən böyük yanlışlıq etdiyimiz hissələrdən biridir. Biz proqrama baxırıq, görürük ki, müəllim yazıb ki, proyektordan istifadə edəcəyəm, əyani vəsaitdən istifadə edəcəyəm, xəritədən istifadə edəcəyəm. Baxırıq, sinifdə onların heç biri yoxdur. Onda soruşuruq, müəllim, bəs niyə bunu proqrama yazmışsınız? Deyir ki, məsələn, biz komissiya gəlib yoxlaya bilər ki, biz də istəyirik samballı dərs quraq. Deyirəm, axı, siz samballı dərs qurmaq istəyirsiniz. Bəs sinifdə buna şərait varmı? Real şəraitə uyğun dərsi qurmaq lazımdır. Ona görə də bəzi müəllimlər bu situasiyadan sonra düşünür ki, mənim məktəbimdə infrastruktur zəifdirsə, demək mənim dərsim güclü ola bilməz. Birinci, infrastruktur düzülməlidir. Sizi inandırım ki, infrastrukturun hər səviyyəsinə görə metodlar var. Həmin metodların hər biri məqsədə bizi çatdırır. Ona görə də biz şəraitə uyğun metodlar müəyyənləşdirməliyik. Ağıllı lövhə əgər bizim sinifdə yoxdursa, niyə ağıllı lövhəyə aid tapşırıq qoymalıyıq? Axı sinifdə o yoxdur. Buna deyilir, real şəraitə uyğun şəkildə məqsəd qoyulmalıdır. Bu oldu dördüncü xüsusiyyət. Beşinci xüsusiyyət isə vaxt çərçivəsinə sığa bilən. Bəzən elə məqsədlər qoyulur ki, o heç 3 aya əmələ gələ bilməz. Demək ki, həmin məqsəd yanlışdır. Məqsəd sadə olmalıdır, aydın olmalıdır. Eyni zamanda bu 45 dəqiqə ərzində dərk edilməli, reallaşa bilməli olmalıdır. Yoxsa qoyulan məqsəd 1 aya, 2 aya, 3 aya, 1 ili əhatə edirsə, o məqsəd yanlışdır. 45 dəqiqəyə yetəcək qədər bəsit, konkret və
adekvat şəkildə qurulmalıdır. Deməli, sizi yoxlama prosesinə gələn mütəxəssislər, əgər sizin təlim nəticələriniz qabağınızdadırsa, qarşınızdadırsa, onlar bu 5 cəhətin 5-ini də yoxlayırlar. 5 cəhətə də uyğun gəlirsə, demək ki, sizin çatdığınız məqsəd doğrudur. Bu oldu ikinci addım. Gəldi növbəti addım. Bu bizim üçüncü mərhələmizdir. Üçüncü mərhələdə biz nə edirik? Həmin məqsədlərə görə meyarlar təyin edirik. Bir daha xatırladım. Alt standartdan məqsədlər yaranır, məqsədlərdən isə meyarlar yaranır. Meyar təlim nəticəsindən, yəni məqsədlər yaranır. Meyar dərsin əvvəlində tədqiqatdan öncə lövhəyə asılmalıdır, divara vurulmalıdır. Yəni biz istəyirik ki, şagirdlər görsünlər ki, bugünkü dərsdə hansı meyarlara uyğun qiymətləndiriləcəklər. Bunu şagird görməlidir. Çünki gözləntini öncədən şagirdə söyləməyimiz, elan etməyimiz, nümayiş etdirməyimiz hər zaman faydalıdır. Eyni zamanda da hər bir meyar üzrə 4 səviyyə müəyyənləşdiririk, səviyyə üzrə də keyfiyyət göstəricilərini təyin edirik. Məsələn, 1000 dairəsində ədədləri oxuyur və yazır. Biz bunu 4 səviyyədə təyin edə bilərik. Birinci səviyyə, 1000 dairəsində ədədləri çətinliklə oxuyur və yazır. İkinci səviyyə, 1000 dairəsində ədədləri müəllimin köməyi ilə oxuyur və yazır. Üçüncü səviyyə, 1000 dairəsində ədədləri sərbəst, lakin qüsurlarla oxuyur və yazır. Dördüncü səviyyə, 1000 dairəsində ədədləri sərbəst oxuyur və yazır. Bu təbii ki, mənim tövsiyəmdir. Burada mənim məqsədim odur ki, meyarda hər bir əlamət görünsün. Biz meyarı elan edəndə valideyn də, şagird də bilsin ki, bu meyar nəyə aiddir? Məsələn, burada konkret olaraq 1000 dairəsindən söhbət gedir. Bəzən gündəliyə götürüb səviyyənin rəqəmini yazırlar. Valideyn nə bilsin bu birinci səviyyə nə deməkdir, üçüncü səviyyə hansı keyfiyyəti göstərir? Və yaxud əgər biz meyarları elan eləməmişiksə öncədən, şagird haradan bilsin ki, bu ikinci səviyyə nəyə göstərir? Ona görə də biz gündəliyə bu qarşıdakı cümləni görürsünüzmü? Həmin cümlələrdən yazmalıyıq. İndi gündəliyə bu yerləşirmi? Onu ilin əvvəlində artıq təyin etmək lazımdır. Elə gündəliklər seçilməlidir ki, bu sözlər oraya yerləşə bilsin. Müəllim bunu onun üçün qeyd edə bilsin. Ona görə də gündəliklərə səviyyənin rəqəmini yazmaq olmaz, cümləsi yazılmalıdır. Bu da bir nümunə idi. Gəldik 4-cü addımımıza. Bu qiymətləndirmə meyarını ölçmək üçün vasitəni, sonra üsulu müəyyənləşdiririk. Yəni, burada məsələ nədir? İki anlayış var. Var üsul anlayışı. Bir də var vasitə anlayışı. Üsul nədir? Məsələn, müşahidə üsuldur. Müşahidə üsuldur. Üsulu saymaq olmur, görmək olmur. Üsulu tutmaq olmur əl ilə. Mənə 5 dənə müşahidə gətir deyə bilməzsən. Amma həmin bu müşahidənin nəyin köməyi ilə biz aparacağıq? Biz ona vasitə deyirik. Məsələn, mən elan elədim ki, savaddan müşahidə üsulundan istifadə edəcəyəm. O zaman müşahidə üsulundan istifadə edəcəyəmsə, mən şagirdlərə nə verəcəyəm və ya nəyin üzərində qeydlər aparacağam? Müşahidə vərəq üzərində. Deməli, vərəq mənim üçün vasitədir. Vasitəni saymaq olur, əllə tutmaq olur və görmək olur. Aydındırmı? Ona görə biz birinci vasitəni müəyyənləşdiririk. Vasitə müəyyənləşəndən sonra isə biz ona uyğun üsulu təyin edirik. Məsələn, mən gördüm ki, mən bugün şagirdin oxuyub anlama qabiliyyətini yoxlayacağam. Mən düşünürəm ki, şagirdə oxumağa bir mətn verərəm, ondan sonra mətnə dair də suallar verərəm. Demək, bu mənim vasitəmdir. Mətn vermək, suallar vermək. Bəs bu vasitə üsulu nədir? Tapşırıq vermək üsulu. Demək ki, bizə birinci vasitə təyin olunur. Ondan sonra üsul dəqiqləşir ki, mən bu üsulla bu vasitəni həyata keçirə bilərəm. Növbəti addım gəlir, deyək ki, bunu təyin edəndən sonra növbəti addımda yaxınlaşırıq dərsliyə. Dərsliyə baxırıq, görək ki, bu şagirdə bu bacarığı yaratmaq üçün görəsən hansı mövzunu veriblər. Mövzu bilirsiniz də, kurikulumda resursdur. Mövzu bizi qane eləməsə, mövzunu dəyişə bilərik. Biz burada daha çox scaffoldingə önəm veririk. Scaffolding bilirsiniz ki, Lev Vygotsky'nin sosial inkişaf nəzəriyyəsində öz əksini tapır. Sosial inkişaf nəzəriyyəsində scaffolding belədir ki,
müəllim əgər görsə ki, şagirdin potensialı çatır, bir balaca buna dəstək lazımdır, yəni yaxın inkişaf zonasındadırsa, müəllim buna biraz müvəqqəti təlim yardımı göstərməlidir ki, uşaq o nəticəyə çata bilsin. Məsələn, müəllim də bu gün dərsi icra edirsə, əyani vəsaitlərdən çox istifadə etməlidir. Lazım olsa videolarda göstərməlidir. Nə qədər ətraflı izah olursa, scaffolding o qədər rahat olur. Uşaq üçün o qədər aydın olur. Biz əgər uşağı ətraflı izah edə bilmiriksə, o zaman bizim üçün problem yaranır. Nə də problem yaranır? Şagird bunu dərk etmir. Şagird dərk etməyəndə biz məqsədə çata bilmirik. Ona görə də biz scaffolding prosesini həmişə yoxlayırıq ki, mən bu izah eləyəndə nələri daha çox izah eləməliyəm, necə daha çox təqdim eləməliyəm, nələri isə ki, uşaq üçün daha aydın olsun. Biz buna scaffolding deyirik. Növbəti addım gəlir artıq dərsin özündə. Biz bura qədərki mərhələdə, deyək ki, 6 mərhələ gəlmişik. Bura qədərki mərhələdə biz sadəcə dərsə qədərki işləri həyata keçirdik. İndi isə dərsin içində biz nə edəcəyik? O barədə biz danışacağıq. Bugünkü dövrdə dərsin qurulması ilə bağlı çoxlu modellər var. Mən bir əvvəlki videoların birində 7 mərhələli dərs modelini təqdim eləmişdim. O günü bugün dünyanın əksər yerlərində interaktiv dərs metodu kimi tətbiq olunur. Hansı müəllimlər də onu tətbiq edirsə, elə onlar öz keyfiyyətli nəticələrini əldə edə bilirlər. Amma ümumilikdə baxanda, bəs dərsdə hansı mərhələlər olmalıdır? Yəni ilk baxışda müəllim nə etməlidir? Dərsə baxan kimi görünən 3 addım hansı ola bilər? Biz bu haqqda danışacağıq. Dünyada inklüziv təhsil üçün, yəni hər kəsi nəzərə alan təhsil üçün universal dizayn adlanan bir model var. Universal dizayn 3 mərhələdən ibarətdir. İlk öncə müəllim izah etməlidir ki, nə üçün bugünkü bazarlığı öyrənirik? Biz buna deyirik cəlb etmə. Yəni uşaq bilməlidir ki, bugünkü mövzunu, bazarlığı nə üçün öyrənir? İkinci, müəllim başa salandan sonra ki, bu bazarlıq nə üçün uşağa lazımdır? Sonra başlayır həmin bazarlıq haqqında təqdimat eləməyə. Yəni nə öyrənirik hissəsi? Bu gedir təqdim etmə. Üçüncü mərhələdə isə müəllim düşünür ki, indi artıq təqdim eləmişəm, şagirdlər artıq bunu bacarmalıdırlar da, bu işi görməlidirlər. Mən onlara hansı işi tapşırım ki, həmin işi görə-görə bu bazarlığa yiyələnsinlər. Biz buna isə deyirik necə öyrənirik. Bu adlanır fəaliyyət, yəni nəyin üzərində məşq edirik. Sinifə girəndə əgər biz bir müəllimi izləyiriksə, müşahidə ediriksə, sinifin dərsdə olarkən biz bu 3 mərhələni hiss etməliyik. Müəllim cəlb etməsi hiss olunmalıdır, müəllimi təqdim etməsi hiss olunmalıdır, müəllimin fəaliyyəti görünməlidir. Biz buna deyirik öyrənmənin universal dizaynı. Amma bir daha deyirəm, bizim elə əvvəlki hissələrdə təqdim elədiyimiz 7 mərhələli dərs ki var, motivasiya, tədqiqatın aparılması, məlumatın mübadiləsi, məlumatın müzakirəsi, ümumiləşdirmə və nəticənin çıxarılması, yaradıcı tətbiq etmə və qiymətləndirmə, refleksiya. Bunların hələ içərisində də bu 3 addım var. Yəni bu 3 addım o 7 mərhələnin içərisində ümumi olaraq var. Amma uzaqdan baxanda ilk öncə müəllim tez bir zamanda prosesə hakim olmaq istəyirsə, bu 3 addımı dərhal hazırlaya bilər. Biz bugünkü dərsi nə üçün öyrənirik? Öyrəndiyimizi bildik. İndi mən təqdim edeyim ki, mənə qulaq asın ki, biz bunu öyrənməyimiz bizim üçün faydalıdır. Görəsən nədən ibarətdir bu, onu təqdim edirəm və sonra isə uşaqlara iş tapşırıram. Şagirdlər həmin fəaliyyəti yerinə yetirir, bugünkü bazarlığa yiyələnmiş olur. Bu məqamda nəyə diqqət eləmək lazımdır? Mənim ən sevdiyim hissələrdən biri Edgar Dale piramidasına. Cədvələ diqqət eləyək. Edgar Dale müəyyənləşdirib ki, əgər müəllim deyirsə ki, mətni oxu, öyrən və yaxud məni dinlə öyrən, bu cəmi 10% öyrədir. Şəklə baxıb öyrənmə 20%dir. Səsli video izləmək 30% öyrədir. Nümunəyə baxmaq, prosesin nümayişini izləmək, konkret hərəkətləri izləmək 50% öyrədir. Əgər biz diskussiya cəlb etmişiksə şagirdlər diskussiya aparır, məruzə eləyirsə, bu 70% öyrədir. Əgər mən deyirəmsə, sən bu hissəni öyrət və yoldaşına öyrət, bu zaman ən yüksək öyrənmə faizi əldə olunur. Bu da ki, 90% öyrənmədir. Növbəti addımsa gəlir, sonuncu addımımız, bu bizim 7-ci addımdır.
Dərsimizi yekunlaşdırdıq, dərsimizi keçdik, amma bununla iş bitmir. Biz baxmalıyıq ki, biz dərsimizdə hansı boşluqları elədik. Məsələn, biz öz strategiyamızı analiz edirik. Çünki hər sinif fərqlidir. Hər mövzuya yanaşma da şagirdlərdə fərqlidir. Mən bu dərsi keçdim, bu yanaşmanı elədim. Mən məqsədimə çatdımmı? Bunu özümdə analiz edirəm. Bu analiz nəyə lazımdır? Ona görə lazımdır ki, bizim növbəti dərsimiz indiki dərsimizdən daha yaxşı olmalıdır. Bu o deməkdir ki, biz haçansa bir müəllimin dərsini izləyiriksə, hələ onun keçdiyi hələ ən yaxşı dərs deyil. Əvvəlkinə nisbətən ən yaxşı dərsdir. Amma növbətiyə nisbətən ola bilsin hələ geridə qalıb. Ona görə də müəllimlərin dərsləri daim inkişafa təsir edir. Nə qədər sən dərs keçirsənsə, sən o qədər irəli addım atmış olursan, o qədər təcrübəli olursan. Nə qədər ki, bu proseslərə əməl edirsənsə, o qədər təkmilləşirsən. Ona görə də burada mən həmişə deyirəm, öz müdavimlərinə də deyirəm ki, hər bir dərsin yekunu müəllim üçün yenidən növbəti dərsin planlaşdırılması ilə davam edir və müəllim unutmamalıdır ki, daha yaxşı dərsi keçənə qədər elə ən yaxşı dərs onun indi keçdiyi dərsdir. Yəni, müəllim öz dərsini özündən daha yaxşı keçməlidir hər dəfə. Özü öz dünəni ilə rəqabət aparmalıdır. Biz buna deyirik dərsdən sonraki proseslər. Ümumiyyətlə, bu çox vacib prosesdir. Hər bir təlimdən sonra, hər bir prosesdən sonra özündə analiz aparsan ki, görürsən bugün mən nəyi doğru elədim, hansı situasiyada mən doğru qərar verdim, yoxsa hansı situasiyada verdiyim qərarı başqa cürdə verə bilərdim, bunu gələn dəfə yoxlayım. Buna deyilir dərsdən sonraki proseslər. Bizim bugünkü izahımız bu qədərdir. Əgər mövzu ilə bağlı sualınız olarsa, rica edirəm ki, bu videonun altına yazasınız, onu hissə-hissə cavablandırmağa çalışacağam. Biz bugün nədən danışdıq, o hissəyə bir daha gələk. Biz bugün izah elədik ki, dərsin planlaşdırılmasında səmərəli ardıcıllıq var. Biz bunu 7 addıma böldük. İlk 5 addım sinifə girənə qədərki addımlardır. 6-cı addım sinifin içində fəaliyyətin qurulmasıdır, işin görülməsidir. 7-ci addım isə dərsdən sonraki addımdır ki, özümüzü yoxlayaq, görək ki, nəyi düz, nəyi səhv eləmişik və gələn dəfə səhvlərimizi daha da aradan qaldırmış olaq. Düşünürəm ki, bugün sizə təqdim etdiyim mövzu sizin üçün faydalı olacaq və siz bunu öz dərslərinizdə istifadə edəcəksiniz və ən əsası şagirdlərimizə daha yaxşı xidmət edə bilərik. Təşəkkür edirəm diqqətinizə görə, minnətdaram.